Salam, xoş gördük sizləri Qafqazlardan Əsən Yellər proqramının izləyiciləri. Cəlilabadda Ağdaş kəndindəyik. Buraya gəlməyimizin məqsədi nədir? İndi biləcəksiniz. Cəlilabadın Ağdaş kəndindəyik. Şok, həqiqətən şok xəbər var. Xavər nənə, necəsən? Bu üzüyü sənə kim bağışladı de görüm? Laylay oxuyursan onlara. Of be! Xavər ana, gözlərin yaxşı görür? Hə. 113 yaşında nənənin saçlarına baxın hələ bir. Bütün saçları başında da düşməyib. Kəlməsi candır. Ona görə belə gözəldir. Qala, yaşım gör neçədir. Ay Allah, cibində gəzdirirsən bunu nənə. Xavər nənəni görməyə çox tələsirəm. Çünki 113 il ömür sürmək elə də asan bir ömür deyil. Elə də asan bir iş deyil. Bura Xavər nənənin evidir. Nə gözəl, hər kəs həyətdədir. Gəlməyimizdən də xəbərləri yoxdur. Bax, onu sizlərə deyim ki, gəlməyimizdən xəbərləri yoxdur. Salam əleykum. Salam əleykum. Necəsiniz, mən Nailə? Nə yaxşı, hava yaxşıdır, ona görə hər kəs həyətə yığılıb. Mən nəvələr, nəticələr, Xavər nənə deyəsə 2 nənə görürəm. Sevgili seyircilər, burada 2 nənə görürəm. Amma nənələrdən biri Xavər mənəm deyir. Necə ürəkdən deyir mənəm. Can. Xavər nənə, necəsən? Ne var canım, doyuyorum başıya dönüm. Kızım. Xavər nənə. Cana. Mən sənə can. Neçə yaşın var? Çox. Çox, nə qədər? Bəs niyə belə gözəlsən? Gözəl, kendim gözəl eləyib qalmışam da. Eləmi? Ha. Yaxşı baxır gəlin Ha, sənə. yaxşı baxır, vallahi. Yaxşı necə yaxşı baxır? De görüm, danış görüm, yaxşı necə yaxşı baxır? Necə yaxşı baxır, çayımı qabağıma gətirir. Yerimi yığır, ayağımı süpürür, yoyur. Ondan sonra başımı yoyur, suya salır. Çörəgimi qabağıma gətirir. Gəl, bundan artıq nə olacaq? Valla bundan artıq heç nə. Bundan artıq qalır ki, Xavər nənə 150 il yaşasın. Nəvə nəticələr də çox olsun. Nəvəm də var, nəticəm də var, kötücəm də var. Nə qədər nəvəm var, neçə nəvəm var, bilirsən görüm. Yox, bilməyəm. Ay, nə gözəl. Sayın bilməyəm. Deyək 20 dənədir. Elə mi? Deyin görüm. Gəlin odur, gəlin odur. Gəlin, indi Xavər nənənin yanına gələcəm. Salam əleykum. Nədir adınız? Sağ olun. Məhsəti. Məhsəti xanım, yaman təriflədi. Qaynana hələm tərifləməz gəlini. Biz onunla qaynana yox, ana balı yox. Əvvəl axır nənə canı, hə. Heç anamın da adı Xavərdə, hə. Onun da adı Xavərdə. İkisi də elə bil ki, anamdır o. Mən üçün əvvəl axır elə, anam da deyib, mən Xavər yox, o Xavərdən onun. Bax, siz belə gözəl qəlbiniz var, belə gözəl baxırsınız Xavər nənəyə. Bəs siz də əminsiniz ki, sizin gəlinləriniz sizə belə baxacaq. Nə bilim, o qalıb Allaha. Özüm necə, elə biləm ki, gəlinim deyil olar. Allah qəlbinizə görə versin. Təzdən keçirəm Xavər nənənin yanına. Ayca. Sevgili seyircilər, nə xoş biri nənədir. Ay Xavər nənə, saçların da xınalıdır. 113 yaşında nənənin saçlarına baxın hələ bir. Bütün saçları başında da düşməyib, biri də. Özü də xınalı. Kim qoydu xınanı? Gəlinim. Halal olsun vallo gəlinə. Xavər nənə. Cana. Mən eşitdim ki, mən sənə can. Eşitdim ki, sən yuxada yayırsan. Yox. Yaymırsan. Yaymıyor. Mənə yalan söyləyiblər. Niyə yaymırsan? Özün yaymırsan, xanımlıq eləyirsən. Ha. Zabitəlidir həm də. Hə, nə iş görürsən? Nə peşkərəkiyəm onlar, boraşım eləyəm. Hər şey. Şum eləyirsən. Ha. Eləyə bilirsən. Ha, eləyə biləydim. Yox, mən inanmıram. Gedək onda məndən bostana, mənə göstər. Hə, dur gedək bostana. Gəl görüm. Hələ nə gözəl yerindən qalxdı, qıvraq.
Baxsanıza, qoy özü getsin, görüm necə gedir. Bir baxım. Kameramanımız izləsin Xavər nənəni. Xavər nənə, bu sənin bostanındır. Ha, soğan. Soğan əkmisən. Ha. Əkmisən artıq. Ha. Hə, Uza peşkarım ekiyem, töküyem da. hə. O tərəfdə nə əkmisən? Bostan ekmiştim, indi boraşım elə ne? Şey ekəcəyəm, yerpərək ekəcəyəm. Onlar. Hələ əkəcəksən. Badımcan ekəcəyəm, yazda. Bayramda. Ay Xavər anə, bax yaz deyirsən, ayağımızın altında buna bax. Göy çiçəklər çıxdı. Yaz nə tez gəlib burada. Xavər ana, gözlərin yaxşı görür. Hə, Hə, bax balaca kiçik bir çiçəyi gördün. hə. Zəif deyil ki gözlərin. Yox. Maşallah. Neçə yaşında gəlin köçmüsən? Çok küçük. Kətdə istədi, qardaş dedi, dədəsi çövsələr gərək bu kətdə qalmayam mən. Bunu bildirəm, tutulub gedər. Vermədi kətdə. Uzağa verdi, gittim. Uşağım olmadı, qayıtdım. Hə, 2 dəfə evlənmisən Hə, sən? hə, Hə. Sonra bu kənd sənin öz kəndindir. hə. Sonra Bə- bura gəlin gəldin öz Hə, kəndinə. hə, öz kəndimdə. Hə, neçə uşağın var? 2 dənə. De görüm, bəs həyat yoldaşın, kişinin yadındadır. Neçə ildir rəhmətə gedib? Çox da. Elə, Vallahi. sevirdin onu. Ha, ben adam yoldaşı sevmez. Ay maşallah. Əlbəttə ki sevər. Hə. Bir tane gözünden irad dilemezdi demez ay haber. Hane gidiyorsun? Gel boraşım eləyəm, gel yine yanıma. Giderdim. Hə, deməli sənin uzun ömürlülüyünün sirrinin biri də bax budur. Eləmi? Ha. Yaxşı, bax barmağında gözəl bir dənə üzük görürəm. Hə? Ha. Amma nədənsə qaşları yoxdur. Bunları əkəndə Hə. düşüblər. Bu üzüyü sənə kim bağışladı de görüm? İlkin göstər. Nigar. Nigar komşumuz. Hə. Harda geçmişti bu hard qaçadı üzü gitti. Hə. Hə. Bəs heç həyat yoldaşın sənə üzük bağışlamadı, barmağına üzük taxmadı? Yox. Görürsünüz sevgili seyircilər, amma sən onu sevdin. Hə. Görürsünüz ki sevgi üzükdə deyilmiş. Eləmi? Heç sənə qızıl bağışladı, Yox. amma onu sevdin. Hə. Hə, yaxşı. Sən Onda dəbdü güdü də. dəb döyüldü ona görə. Hə. Yurdum yuvam, ayaksız kendimiz, azada var, a güzel kendimiz. Yurdum yuvam, ayaksız kendimiz, azada var, a güzel kendimiz. Güzel olur sene, Gedək, duraq. yaşlı neşeli, ömrü neşeli. Ay ay, nə gözəl balıqlardır, canlıdırlar hələ. Məsəti xanım, yaxına gəlin görüm. Bunu niyə bura qoymusunuz təmizləməyə? Tutub gətirib. Elman, yoldaşım. Nə bişirəcəksiniz? Elə belə qızardacaqsınız. İndi elə qızardı, sonra içində doldurma. Nə doldurursunuz içinə? İçə balıq içi deyir, orada göyərti var. Həmin öz kürüsün, kartof, soğan, ondan qarışdırıb elə doldururuq içinə. Əsl cəllabat yeməyi. Hə. Bişirə bilərsiniz o yeməyi bizə, kameramızı. Bir dəqiqə, Çünki biz o yeməyi proqramımızda göstərməmişik. Neyinə Bişirə bişirərik? bilərsiniz. Bəlkə qismətimizdir, qoymusunuz Bəli, bunu bura, eləmi? Sevgili seyircilər, inanıram ki bu yemək fərqli olacaq. Sizin adınız nədir? Rahilə Rahilə xanım. Hə, Sizin hə. neçə yaşınız var? 63. Hələ siz çox gəncsiniz Xavəranıya görə. Ha. Əsl gənc. Sizin neçə nəvə nəticəniz var? Mənim 6-9 dənə nəvəm var. Maşallah. Nəticəm yoxdur, hələ nəvəm var. Ha. O da olar, inşallah o da olar. Siz də əkib becərirsiniz. Ha, bütün. İndi gedib həyatıma baxarsan. Eləmi? Gedib baxarıq indi. İndi birlikdə gedib baxarıq. Ay Xavər nənə, Canım. de görüm.
Hər kəlməsi candır. Ona görə belə gözəldir. Görürsüz, indiki insanlar gərək öyrənsinlər. Dil canla açılıb bağlanır. Ona görə üzdə belə nur var. Xavər nənə, de görüm. Bu kötücəndir, eləmi? Ha, küçücəmdir. Heç laylay deyirsən onlara. Ay? Laylay oxuyursan onlara. Yox. Niyə? Heç birisini. Oxumamısan. Heç özümkünə də oxumamışam. Niyə? Elə. Niyə elə? Bala nəyə? Heç başım görüşdü hər şeyi oxuya bilmədim. Elə əmizdirdim, attım yerinə qaldı. Çıxdım, getdim işimə. Vaxtım olmadı. Demək ki, laylasız da böyüyür də uşaq. Uşaqlarım laylaşsız da böyük. Amma laylay deyə bilirsən? Yox. Onu da bilmirsən. Yox. Bayatı bilirsən? Yox, heç də bilməyəm. Bəs nənə kimi nə bilirsən? Hə? Nənə kimi nə bilirsən? Heç də nənə kimi istədim. Səni çox ərköyünlə eləyiblər, ona görə. Hə, hə. Sən elə bunların uşaqları kimi olmusan. Hə. Eləmi? Hə, hə. Yaxşı, bu nəvəni almısan qucağına kötücəni. Necə oynadırsan bunu? Mən oynatmayam. Yenə də düz söz. Düzən deyəm də, deyəm gücüm çatmıyor, oynatmayam. Hə, can, gücü çatmır ona görə. Əsas odur ki, çox istəyirsən onları. Ha. Əsas odur ki, onları başına toplaya bilirsən. Hə. Ən gözəl. 50-ə gəlir. Ən əsası da odur ki, sən hər kəlməndə onlara can deyirsən. Qafqazlarda Nəsən Yellər proqramını izləyirsiniz. Bizdən ayrılmayın. Bərəkət daşımaq nə gözəldir. Hara gedirik? Balığı hazırlamaq üçün göyərti yıxmağa. O qədər xoş havadır ki. Ay qızlar, nə göyərtisi yığırsınız? Heç burada göyərti görmürəm. Hardan tapırsınız? Kişin işdir. Özünüz əkmisiniz bunları? Bəs niyə burada çəpər dibində əkmisiniz? Mal heyvan girəydi oradan. Ən ləzzətlisi bilirsiniz nədir? Göyərtini bazardan almaq yox. Bitdiyi yerdə elə belə torpaqlı yığıb, bax bunu ləzzətlə yemək. Həqiqətən çox ləzzətlidir. Mən bunu çox sevirəm. Hə qızlar, düz deyirəm? Düzdür. Siz görün buradan çəpərdən o tərəfə necə gözəl çay axır. Və bayaq gördüyünüz balıq da elə bu çayda tutulub. Birazdan da balığın hazır yemək şəklində görəcəyik. O lap ləzzətli olacaq. Bu sizin evinizdir? Ha, bizim evdir. Nə qəşəng eviniz var. Rəngləri, kim bunu belə rəngləri düşünüb ki, belə rəngləsin? Kənddə adətən evləri belə rəngləmirlər axı. Öz zövqümə görə elətdirmişəm. Siz istəmisiniz, eləmi? Bəs niyə bir tərəfini ancaq rənglətdirmişsiniz, o birisi tərəf qalıb? O soğuk düşdü, qaldı da. Rənglənəcək yəni ki. Ha. Düzdür, kənd yerlərində adətən qapı pəncərəni mavi rəngdə eləyirlər. Bir gözəllik gətirir, həm də deyirlər xeyir, bərəkət gətirir qapı pəncərəni mavi rəngdə rəngləyəndə. Allah qoysa, çərşənbə bayramını hamısını elə düzəldəcək, rəyləyəcək. İnşallah. Mal heyvan saxlayırsınız burada? Ha, inəm var, toğum var, düzəm var ondan, ördəm var, qazım var, hamısından. Nə yaxşı, həm də əkib becərirsiniz. Ha, hamısından. Neçə nəyiniz var? 3 dənə. Tək baxırsınız, ailə köməyi Yox, gəlib böyük gəlin də baxır. Görürsünüz, bu kənddə hələ gəlinlər inək salırlar. Bin bərəkət var hələ. Demək qorxmayaq da, hələ kənddən şəhərə çoxlu bərəkət gələcək. Çoxlu gələcək, qorxmayın. Taxıl əkmişik çöldə. İnşallah yazda hamısı bar verər. Gedək Xavər ananın yanına, gedək.
Vallah asfalt örtük olmasa da, çıraqlar olmasa da kənd həyatı daha gözəldir. Gəlməyimizdən ailənin xəbəri olmasa da mən nənə ilə söhbət elədiyim zaman görün nə gözəl xalı sərdilər, samavar dəmləndi, hətta 4 ayaq qoydular, xəmir yoğurublar. Bizlərlə bərabər yuxa da pişirəcəklər. Bayaq mənə Məsəti xanım dedi. Nənə yuxanı sən pişirəcəksən. Nənə elə sakit dayanıb ki, nənə nə gözləyirsən? Heç də. Heç zat, gəl. Heç zat, gəlsin nənə otursun. Başda nəvələr də hamısı gəlsinlər, yığılsınlar yanına nənənin. Görək nənə harda oturacaq ki, nəvələr ətrafa toplansın. Hə. Nənə burada oturdu. Ay nənə, bəs bu nədir? De görüm nədir bu? Nehrə. Kim çalxalayacaq bəs bunu? Mən. Sən nehrə də çalxalayırsan? Bəli, ha. Ay Allah. İndi onda çalxalayarsan biz də baxarıq. Hə. Elə gözəl ürəkdən danışır ki, adamın yaşamaq eşqi artırlar. Hə. Mən də nənənin yanına gələcəm indi. Gəlsin nəvələr hamısı gəlsin görək bura. Hörmətli tamaşaçılar, biz məkanımızı dəyişdik deyə Sevər xanım da bizim yanımıza gəldi. Balığın bişməsini bizə burada davamlı olaraq göstərir. Gördüyünüz kimi bayaqları izlədiniz. Artıq bişdi, göyərti, soğan, amma yarımçıq bişib, yenə bişəcək. Kartofu, yəni patatesi də doğrayıb bişirir. Əvvəlcə bu bişməlidir, sonra onu əlavə eləməlisiniz. Sonra soğanın üstünə əlavə edib, ondan o üstünə pişən göyərtini ona əlavə edəcəyik. Həqiqətən çox ləzzətlidir. Nənə, sən göstərişləri ver, qızlar gətirsinlər nə desin. Gətirin qatığı, suyu, ondan zadı, isti suda tökün. Gəlin qızlar, gəlin kömək eləyin. Nənə, neçə inəyin var? 3 dənə. Bütün ailə buradan dolanır, ya siz dükandan da yağ alırsınız? Yox, ondan dolanır. Bu qatıqdan yağ alırsınız, bundan Hə, dolanırsınız? məsələn. Təbii. Sənin cavan qalmağının bir sirri də ondadır. Hə. Qatıq yeyirsən, şor yeyirsən. Sütü yiyəm, qatığı yiyəm. Ondan torbaya tökəm, süzməsini yiyəm, bala. Daha nə yeyirsən nənə? Nə olacaq? Ət yiyəm, ondan hər şey. Almam cibimdə olur, konfetim cibimdə olur. Ay nə gözəl. Hə. Nənə nə gözəl yaşayır. Əti necə yeməyi sevirsən? Hansı xörəyi daha çox sevirsən? Hangi xoraki var şişləmişəni? Kababı. Kababı. Hə. Neysə, kababı hamı xoşlayır. Deyirlər nənə, kabab yeyən daha cavan qalır, daha sağlam qalır, düzdür? Mənim bala, qardaşım məni nəz saxladı. Hə. Bax, əti kəsəydi bacı. Gəl hangi yerdən bəqənəsən ondan kəs verim ye. Ondan gəl verəydin, balı kəsəydi bacı, gəl götür ye. Yaxşı baxıb sənə. Mənə qardaş baxdı. Nənə görməmişəm, dədə görməmişəm. Qardaş saxlayıb məni. Balı pendirə qatıydım, qızardıydım. Yeydim onu. Balla pendiri qızardın mı? Ha, balla. Heç yeməmişəm. Yağ da qatıydım. Ah, naxartana. Hə. Onu
çəkəydim qaşığıyla, pendiri də götürürdüm, yeyirdim. Nənə, bəs deyirlər yağı çox yemə, çox kökələr. Yəni deyirsən yeyək yağ, eləmi? Ha, yağdan yaxşı şey yoxdur. İnək yağı, hamısı inək yağı. Bizdə nə xarab eləyib bala? Hə. Bu un, qənd, dərman qatılır. Nənədən vallahi bir dənədir. Hə, nənə başladı nehrəni çalxalamağa. Demişəm çalanlara ağır çalan nənəm gəlir. Baxışıyla nur səpən gör bir necə xanım gəlir. Demişəm çalanlara ağır çalan nənəm gəlir. Baxışıyla nur səpən gör bir necə xanım gəlir. Nənəmə qurban olum. Ay qızım, göçəkdir. Bir şeydə diqqət elədim ha, nənənin qulaqları da çox gözəl eşidir. Və yaddaşı da çox gözəldir. Nənə suyu buradan tökürsən? Ya buradan baxırsan, yoxluyursan? Yoxluyam, çöp gətir demişəm. İndi gətirəcəklər, baxacağım. Görüm yağı gəlib ya yox. Ay nənə, de görüm duz da vurursan bu qatığa. Yox, Elə belə. belə. Hələ əmələ gəlməyib, hələ qatıq. Ha, Deyirəm nənəni yormayaq. Heç yorulan oxşamır ha, deyim sizə. Elə həvəslə çalxalayır ki nehrəni. Amma nənənin yuxa yaymağını da görək. Nənə, bəlkə qızlara verəsən, təhvil verəsən. Olur nehrədə belə olur ki, biri çalxalayır, o birisinə kömək eləyir, eləmi? Biz gedək səndən yuxanı yayasan, onu da görək. Olarmı? olar, nəşə olmaz. Olar. Amma deyim ki, sizə ailə nənəni elə öyrədib ki, nənə heç qərardan getmir, xanım kimi oturub. Nənə, cavan yaşlarında həmişə sən mi evin çörəyini bişirdin? Sevirdin çörək bişirməyi? Naxaşana çörək olsa bişirirəm. Gəlin Xavər nənəni incitməyək. Elə nə qədər yayıb, o qədər də qoyaq bişsin. Nəvə kömək eləsin. Və bu arada bir elan da vermək istəyirəm ki, biz bura gəlməmişdən öncə əlaqə saxladıq və istədik ki, rayonun folklor qrupu ilə görüşək. Çünki proqramlarımızda folklor qruplarının da çıxışı olur və istədik ki, burada da folklor qrupu olsun və məhz Xavər nənənin yanında onlarla görüşmək istədik. Xavər nənənin xəbəri olmadan onlar da buraya gəliblər və sevgili seyircilər, onlar da gəlsinlər, elə bütün bu işlər o musiqi sədaları altında olsa daha gözəl olar umuram. Buyursunlar Səda folklor qrupumuz. Siz də gəlin. Nənəyə də xoş olsun. Nənə, bax sənin üçün gör necə, mən sənə can, gör necə. İndi mahnılar oxuyacaqlar folklor qrupumuz. Tanıyırsanmı bunları? Heç gördünmü televizorda? Televizorda görmüşüm, nə bilim. Hə, indi canlı-canlı görərsən. Kabab yanar göz üstə tello. Ama tello, tello can, tello can. Ay nənə, yuxa gəldi. Yeyəcəksən? Ye. Yeyəsən? Ha, ye. Hə, nənəyə pendir verin. Nə verirsiniz? Şor verin. Çox ləzzətlidir, ay nənə. Çünki ocaq qırağında yeməyin ayrı ləzzəti var, eləmi? Aram səndən ki leyli bu leyli, ay bu leyli bu leyli bu leyli. Bala, Hə. qala, yaşım gör neçədir. Ay Allah, cibində gəzdirirsən bunu, Ha, nənə. ha, cibində Ay, gəzdir. ilkin göstərsin neçə yaşı var nənənin. Mən bayaqdan çox söyləmişəm, amma doğru, sənət də olsun. Hər kəs görsün ki, nənənin neçə yaşı var. Sevgili bizi izləyən tamaşaçılarımız,
Mən həmişə Allahdan diləyirəm ki, mənə çox uzun ömür vermə. Amma Xavər nənəni görəndən sonra belə sağlam, belə gümrah, belə gülərüz. Mən elə hamımıza belə yaşamaq, belə uzun ömürlü olmaq arzulayıram. Proqramımız da burada başa çatmaq üzrədir. Sizlərlə sağollaşıram. Çox yaşayın, uzun ömür yaşayın, gümrah yaşayın, sağlıqla qalın.